Vaxtınız xeyir olsun. Bugün sizlərlə biz güvən testindən Changing Interrogative Sentence into Passive izahına baxırıq. Deməli, bizdən nə istəyir? Bizdən sual cümləsini passive voice-ə çevirməyimizi istəyir. İlk əvvəl biz tamamlığımızı tapmalıyıq. Burada əsas feildən sonra göstərilən the car bizim tamamlığımızdır. The car bizim tamamlığımızdır. Tamamlığımızı gətiririk cümlənin əvvəlinə və nə edəcəyik? Zamanımıza baxırıq, görürük keçmiş zamandadır. Keçmiş zamandadırsa ya was ya da were olardı. Car da birdən olduğuna görə was olacaq. Ya c'di ya da d'di. Amma heç vaxt to be ilə been istifadə etmirik. Ona görə düzgün cavabımız D variantıdır. İkinci testə baxırıq. Who remembers the last accident? Baxıram, mənim tamamlığım. The last accident. Tamamlıq adətən belə deyim, pronoun olur və yaxud da ki, article söz gördünüzsə, bilin ki, bu tamamlıqdır. Amma preposition gördünüzsə, bilin ki, bu tamamlıq deyil. Onu çıxın, onu götürmürük. İndi gəlirəm, zamana baxacağım. Hansı zamandadır? Baxıram ki, əgər who cümlənin mübtədəsidirsə, özündən sonra gələn feil present simple zamanda eş şəkilçisi qəbul edir. Burada da baxıram ki, eş şəkilçisi qəbul edib. Deməli, mənə present simple lazımdır. Aha, görürəm ki, who present simple zamanındadır. Feildən görürəm ki, present simple zamanıdır. Baxıram ki, mənə A bəndi getdi, was var. B bəndi getdi, was var. Ya C'di, ya D'di, ya da ki Y'di. Baxıram C bəndində də ki, köməkçi feil əvvələ keçməli idi, is əvvələ keçməli idi, ona görə getdi. Baxıram ki, indi burada uşaqlar, whom cümlənin mübtədəsi ola bilməz. Görürsünüz, burada ondan sonra to be feili gəlibdir və digər tamamlığım əvvələ keçməyibdir. Görürsünüz, arxadadır, çox uzaqdır. Amma who cümlənin mübtədəsi ola bilər. Baxın. Və who by kim tərəfindən dediyimizə görə də cümlə düzgün formadadır. Amma D variantında last accident görürsünüz əsas feildən əvvəl gəlib də olmaz. Deməli, üçüncü testə baxıram. Has var, perfect zamanıdır. Perfect zamanıdırsa mən də perfect axtaracağım. Ona görə A bəndini, D bəndini silirəm. Söhbət burada Peterin barmaqlarından getdiyinə görə həzi də silirəm. Ya B-dir ya da Y variantında. B variantında da havin bini yoxdur. Amma Y variantında var. Ona görə düzgün cavabımız burada Y variantıdır. Davam edirik. Dördüncü testdən baxırıq. Can you tell such a strange story? Mənim tamamlığım such a strange story'dir. Gəlirəm, cümləm nə ilə verilib? Can ilə verilib. Mütləq nə ilə verilməlidir? B verilməlidir. A bəndini çıxıram, B'si yoxdur. C bəndini çıxıram, could olmamalıdır. G bəndini çıxıram, can be told belə yan-yana olmamalıdır. Araya tamamlıq girməlidir. D bəndini də çıxıram, belə yan-yana olmamalıdır. Araya tamamlıq girməlidir. Baxın, amma B bəndində tamamlıq giribdir. Düzgün cavabım B variantıdır. Beşinci testə baxıram. What struck the old man? Aha, baxıram ki, hansı zamandadır və tamamlığını bilirəm ki, the old man'dir. Ona görə baxın, burada görürsünüz, struck gəlibdir qarşıya, olmaz. Ona görə silirəm. Burada were olubdur, olmaz. Ona görə silirəm. Çünki old man təkdədir. Təkdədirsə, mən ondan niyə were istifadə edeyim ki, uyğun gəlmir. İndi baxıram ki, zamanıma fikir verəcəm. Hansı zamandadır? Keçmiş sadə zamandadır. Keçmiş sadə zamandadır, yaxşı. Baxın, bəs was niyə əvvələ keçməyibdir? Ona görə yanlışdır. Bu niyə is olubdur? Yanlışdır. C variantı düzgün cavabımızdır. 6-cı testlə davam edirik. Zamanıma baxacağım və tamamlığım this jeans cəmdədir. Zamanıma baxıram keçmiş. Yəni were lazımdır və this jeans lazımdır. Burada Y variantındadır. How did tornado destroy the houses? Baxın, destroy mənim əsas feilimdir. Əsas feildən gələn the houses mənim tamamlığımdır. Mənim tamamlığım olduğuna görə və baxıram did keçmiş zamandadır. Evlər də cəmdədir. Ona görə mənə bir were lazımdır. Baxın, burada birinci hədi silirəm. Burada arı da silirəm. Burada were ilə heç vaxt bin olmaz. To be ilə bin olmaz. Ona görə silirəm. B variantında da səhv odur ki, were əvvələ keçməliydi. Baxın, Y variantındakı kimi əvvələ keçməliydi, amma keçməyibdi. Ona görə silirəm. 8-ci testlə davam edirəm. Deməli, who listens. Yenə baxıram, indiki sadə zamandır. Who bizim cümləmizin mübtədəsidir. Listens feilimizdir. Eş şəkilçisi qəbul edib. Kim qulaq asır? İndi baxıram. Hansı zamandadır? Sadə zamanda. Baxın, D-ni silirəm. Həzi silirəm.
İndi gəldim. Burada is niyə arxada qalıbdı? Ona görə izi də silirəm. Baxın, burada mənim tamamlığım such news'dur da. Such news. Listen to such news. Buradakı to preposition bilirsiniz, bu listening to'sudur. Bundan sonra gələn such news mənim tamamlığımdır. Ona görə bunu götürürəm. Burada da to be feili ilə əsas feil o zaman yan-yana gələr ki, baxın, onda mübtəda olmaya. Mübtəda bizim xüsusi sual sözlərimiz olar. Amma burada mənim tamamlığım var. Tamamlığım var. C variantı düzgün cavabımdır. Who brought up these problems? Baxıram tamamlığım nədir? These problems. Hansı zamandadır? Keçmiş zamanda. These problems nədir? Cəmdədir. Deməli, mənə nə lazımdır? Were lazımdır. Were these problems. Was-u silirəm. Bax, were burada niyə əvvələ keçməyibdir? Silirəm. Had nədir? Silirəm. Are nədir? Silirəm. Baxın, əlimdə bircə dənə qaldı. A variantı düzgün cavabımızdır. Davam edirik. 10-cu testdən davam edirik. Hansı zamandadır? Has. Present perfect zamanında. Nə lazımdır? Been lazımdır. Baxıram, təkdədirmi? The grass, bəli, təkdədir. Deməli, has the grass been lazımdır. Has the grass been. Bu, baxıram ki, burada niyə the grass-la has yerini dəyişibdir? Olmaz, bu getdi. Burada mənim axı tamamlığım var. Bunlar niyə yan-yana gəlibdir? Ona görə getdi. Bu was nədir? Is nədir? Düzgün cavabım B variantı. 11-ci testə baxıram. Mənim tamamlığım, bax, teldən sonra gələn this fact-dir. Təkdədirmi? Təkdədir. Hansı zamandadır? Keçmiş zamanda. Deməli, mənə lazımdır? Was lazımdır. Was da burada bir B-dədir, bir C-dədir, bir də Y-dədir. D ilə A-nı silirəm. Baxın, Y-də nə inibdir? Burada niyə tamamlıqdan əvvələ gəlməyibdir? Axı, bu köməkçi feil, to be-lər gəlib əvvələ keçməlidir. Ona görə olmaz. Burada da yan-yana gəlməz feillə. Was told yan-yana gəlibdir. Ona görə düzgün cavabım B variantıdır. Who brought tea and coffee to our country first? Kim birinci gətiribdi? Kim birinci gətiribdi? Çay və kofe. Neçə dənədir? 2 dənədir. 2 dənə sayılmayan isim yan-yana and-lə bağlanırsa, onda bunun xəbəri cəmdə olacaq. Ya are-dır, ya were-dur. İndi baxıram ki, feilim keçmişdədir. Deməli, were lazımdır. Bir də tea and coffee. Have getdi. Was-u neyinirəm? Were lazımdır. Has getdi. Burada da baxıram ki, were-lə əsas feil yan-yana gəlib. Olmaz. Tamamlığım varsa tamamlıq arasına girməliydi. C variantı düzgün cavabımızdır. Davam edirik 13-cü testdən. Baxıram hansı zamandır? Present perfect. Yəni, ya has lazımdır, ya da have lazımdır. Have you invited to the party? İndi gəlin bir silək. Baxın, burada has been invited yazılıb B-də. Amma whom cümlənin mübtədası olmur. Ona görə çıxıram. Who-da has'ın been-i yoxdur. Çıxıram. By him have you been. Axı, mənim burada have you, whom you invited. Kimi dəvət elədin? Baxın, burada, baxın, you invited, məsəl üçün, you invited Tom. Sən Tomu dəvət elədin. Deyərdim ki, Tom dəvət olundu. Eləmi? Kim dəvət olundu? Tom dəvət olundu. Bu mənim mübtədamdır. Mən bunu niyə gətirib bura qoyum ki? Uyğun gəlmir. Baxın, burada da uyğun gəlmir. Amma A bəndə uyğundur. Who has been invited to the party? Kim dəvət olundu partiyə, qonaqlığa? Burada düzgün cavabımız A variantıdır. Çünki baxın, yenə deyirəm, belə olanda çətinlik çəkəndə çevirin cümləni nəqli formasına. Deyirəm ki, məsəl üçün, burada who-nun yerinə də başqa bir dənə ad qoydum da. You invited Tom. Sən Tomu dəvət elədin. You have invited Tom. Sən Tomu dəvət elədin. Burada gördünüz, kimi dəvət elədin? You invited. Burada kimi yoxdur. Kimi? Burada təbii olaraq who ilə qaytarıram, whom ilə qaytara bilmərəm. Who has sent the telegram? Kim göndərdi? Mənim artıq burada tamamlığım var. Hansı zamandır? Present perfect. Təkdədirmi? Təkdədir. Nə axtaracam? Has the telegram been axtaracam. Bu nədir? Getdi. Sonra was nədir? Bu da getdi. Bunlar niyə yan-yana gəlibdir? Axı biz dedik ki, yan-yana gəlməyəcək. Tamamlıq varsa, tamamlıq gəlib keçməlidir. Bunlar yan-yana gəlməyəcək. Sent telegram, baxın, burada da yenə olmaz. Yan-yana gəlibdir, olmaz. Amma by whom has the telegram been sent? Kim tərəfindən telegram göndərildi? Düzgün cavabımız B variantıdır. 15-ci testdən davam edirik. Baxıram, sel əsas feilim,
the house mənim tamamlığım. Keçmiş sadə zamanda deməli was bir də the house lazımdır. Mənə burada was the house bircə dənə C variantındadır. Çox rahat getdik. Deməli who painted the walls? Tamamlığım the walls. Hansı zamandadır? Keçmiş zamanda. Were the walls painted lazımdır. Were. Baxın was-u silirəm. Burada had-i də silirəm. Burada have-i də silirəm. Burada were painted niyə yan-yana olmalıdır? Araya tamamlıq girməli idi. A variantı düzgün cavabımdır. Who has broken the window? The window mənim tamamlığım. Yaxşı, bunu götürdüm. Təkdədir mi? Təkdədir. Has the window been olmalıdır. Has been niyə yan-yana gəlməlidir? Olmaz. Baxın, burada B variantı 17-ci testdə düzgün cavabımızdır. Baxın, burada niyə yan-yana gəlibdir? Olmaz. Bu üçü də belə yan-yana gəlməz. Burada is niyə qoyuram? Burada da bini yoxdur. Heç ümumiyyətlə uyğun gəlmir. 18-ci testdə baxıram. Who has painted this door? This door-un təkdədir. Təkdədir, has zaman, present perfectdir. Deməli, has this door been axtaracam. Has this door been. Bu da C variantındadır. Baxın, burada yan-yana gələ bilməz. Burada belə axırda gələ bilməz. Tamamlıq varsa, has aralanmalıdır bu köməkçi feilindən əsas feil. O arasında tamamlıq girməlidir. Baxın, burada da, amma bini yoxdur, ona görə götürürəm. Burada da, görürsünüz, yenə yan-yana gəlib də olmaz. Yan-yana gördüksə, sildirik, gedir. Deməli, davam edirik. What does he make at this workshop? Baxıram, mənim mübtədam he-dir. Mənim mübtədam he-dirsə, mən he olanları çıxıram. He olanları çıxdım. A bəndi bir dənə çıxdı. Hansı zamandadır? Present simple-da. Was-u da silirəm. Are-ı da silirəm. Has-i də silirəm. İndi qaldım C ilə Y variantında arasında. Əgər dedim ki, what cümlənin mübtədası olursa, onun xəbəri təkdə olur. Amma baxın, burada xəbər cəmdədir. Olmaz. 20-ci testdə davam edirik. What did he cut the dog with? Nə ilə deyir? Kəsdi. O. Baxıram, hansı zamandadır? Keçmiş sadə zamanda. Yəni, was-dan were-dən bir şey axtaracam. İndi mən baxıram ki, the dog, ördək mənim tamamlığımdır. Was the dog cut with? Nə ilə kəsildi? A variantı düzgün cavabımdır. Baxın, burada was he niyə verirəm? He mənim mübtədamdır. Axı, buranın mübtədası gəlib tamamlıq rolunda ola bilmir. Burada köməkçi feildən əsas feil yan-yana gəlibdir. Burada ördək təkdədir. Niyə burada were veribdir? Burada niyə əvvələ keçməyibdir to be feili? 21-ci testdə baxıram. When do you water this tree? This tree mənim tamamlığımdır. Hansı zamandadır? Present simple zamanında. Deməli, təkdədirsə is this tree watered? When is this tree watered? Nə zaman sulandı? B variantı 21-ci testdə düzgün cavabımızdır. 22-yə baxırıq. Who sent the message? Deyir ki, kim göndərdi mesajı? Kim göndərdi? İndi baxıram. Who sent? Hansı zamandadır? Keçmiş sadə zamanda. Was-dan were-dən bir şey axtaracam. Cəmdədirmi? Cəmdədir. Deməli, were axtaracam. Were axtaracam. Baxın, B-ni silirəm, A-nı silirəm, A-nı silirəm. Burada da were sent niyə yan-yana gəlir? Köməkçi feilindən əsas feil yan-yana gəlməz əgər cümlənin tamamlığı varsa. What has influenced these famous poets? Baxıram. Tamamlığım mənim burada. Hansı zamanda? Present perfect zamanda. Deməli, nə lazımdır? Have these famous poets been? Have. Hanı? Deyib, baxın, D variantında. Burada have been yan-yana gəlməz. Araya tamamlıq girməlidir. Burada are olmaz. Burada had olmaz. Burada were olmaz. D variantı düzgün cavabımızdır. Who did you send to the embassy? Kimi deyirsən göndərdin? Kimi göndərdin? Kim göndərildi? Baxın, sən göndərmirsən. Burada işi icra edən sənsən. Ona görə you olan variantları siləcəm. Heç burada you olan variantda yoxdur. Hansı zamandadır? İndi baxıram, zamandan siləcəm. Keçmiş zamanda olduğuna görə, baxın, keçmiş olduğuna görə izi də silirəm. İzi də silirəm. Burada baxıram, mənə nə istəyir? Bu mənim tamamlığım deyil. Bu mənim tamamlığım deyil. Ona görə, baxın, bunu da silirəm. Heç əvvəldə gəlibdə uyğun gəlmir. Baxın, ona görə bunu da silirəm. B-ni də silirəm. Baxın, burada whom veribdir.
Yaxşı, baxın, tamamlığım yoxdur da, belə götürək. Bu cümlənin tamamlığı yoxdur. Mübtədəsi you'dur, amma tamamlığı yoxdur. Tamamlığını biz xüsusi sual sözlərindən əvəz edəcəm. Mən whom-u mübtədə yerində çıxış eləyə bilməz. Mübtədə yerində ya what götürərəm, ya da ki, who götürərəm. Amma whom götürə bilmərəm. Ona görə düzgün cavabımız C variantıdır. Və gördüyünüz cümlənin tamamlığı gəlib. Yəni, əvvəldə gələn söz, belə deyim də, baxın, bizə verilən cümlənin tamamlığı yoxdursa, biz onu xüsusi sual sözləri ilə pasiv cümləyə çevirməliyiksə, onu xüsusi sual sözlərindən istifadə ediriksə, what'dan, who'dan istifadə ediriksə, baxın, onda köməkçi feillə əsas feil yan-yana gələ bilər. Gördünüz, baxın, bu cümlənin tamamlığı olmadığına görə, mən gətirib burada, you-nu tamamlıq yerinə qoyası deyiləm ki, yox, cümlənin tamamlığı yoxdur. Nə ilə əvəzləyə bilərəm mən bunu ancaq? Ya who ilə, ya da what ilə əvəzləyirəm. Who ilə əvəzləyəndə dostlar, who söz sual sözdür, cümlənin əvvəlində gəlir. Gəlib bunu was-un arasına girəsi deyil ki, was-la köməkçi feillə əsas feilin arasına girəsi deyil ki, ona görə, baxın, who artıq gəlib əvvəldə gələndə, tamamlıq rolunda, əvvəldə gələndə pasiv voice-də, onda köməkçi feillə əsas feil o halda yan-yana gələ bilər. Amma digər formada yan-yana gələ bilməz. İndi baxıram, will var. Will varsa nə ilə axtaracam? Be ilə axtaracam. Tamamlığım da baxın burada var, piano. Will the piano be played? Will the piano? Baxın, burada bir mənim düzgün cavabımdır. Bunu götürəcəm. Who will be niyə yan-yana gəlir? Mənim axı burada tamamlığım var de piano. Olmaz. Will, baxın, by whom. Burada da by yoxdur. Ona görə götürməyəcəm. Burada by yoxdur. By whom olsaydı yenə və yaxud da ki, by cümlənin sonunda gəlsəydi, yenə götürərdim, amma belə götürməyəcəm. 1-3 düzgün cavabımız A variantı. 26-cı testə baxıram. Why don't you tell him? Baxın, burada artıq mənim tamamlığım var, him. He-ni nə kimi çevirəcəm? He kimi çevirəcəm. Hansı zamandadır? Don't. Present simple zamandadır. Deməli, is he olacaq. Və yaxud da ki, isn't he. Is he desəm, nothing deyəcəm. Isn't he desəm, anything deyəcəm. İndi baxırıq. He-mi qoydum, burada you-nu silirəm. Birinci gözümə batanları silim. Burada isn't qoyub, niyə nothing qoyuram, ona görə sildim. Burada anything niyə deyirəm ki, burada is vermişəm, axı təsdiq vermişəm. Burada wasn't-ın ümumiyyətli yeri yoxdur, keçmiş zaman. Baxın, bir dənə əlimdə qaldı A variantı. Isn't verdim, burada da anything verdim. Düzgün cavabımdır. 27-yə baxıram. What have you done with the newspaper? With the newspaper. Nə elədin deyir ki, qəzet ilə nə elədin? Baxıram ki, mənim burada tamamlığım var. Yoxdur. Bu prepositiondan sonra gələn mənim tamamlığım ola bilməz. Qəzet ilə. İndi baxıram ki, you mənim mübtədamdır da. Mübtədamı əvvələ qoymayacam ki, you harda gördümsə silirəm. Baxıram hansı zamandadır? Present perfect. Was-un nə işi var? Ona görə bunu da çıxıram. Has-ın ümumiyyətlə bini yoxdur. Ona görə çıxıram. Burada qaldığım A bəndi, bir də D variant arasında. Mən dedim ki, əgər xüsusi sual sözü what, who cümlənin tamamlığı rolunda pasiv cümlədə gəlir, cümlənin əvvəlinə gəlirsə, cümlənin mübtədası yerində gəlirsə, onda o xəbər təkdə olacaq. Amma buna baxın, burada xəbər cəmdə verilibdir. Ona görə düzgün cavabımız A variantı. 28-ci testlə davam edirik. 28-ci testdə did, baxıram hansı zamandadır? Keçmiş zamanda. The writer criticized the editor-in-chief, mənim tamamlığım. Təkdədirmi? Təkdədir. Deməli, nə ilə verəcəm? Was-la verəcəm. İzi silirəm, didi silirəm, izi silirəm. Burada düzgün cavabım ya C-dir, ya da Y variantıdır. İndi baxıram ki, baydır. Burada niyə tamamlığı, niyə əvvəldə, yəni sonda verib bay verirəm ki, tamamlıq axı əvvəldə gəlməli idi. Biz burada verilən mübtədanı vermək istəsək, bay ilə cümlənin sonunda verərik. Ona görə Y variantı düzgün cavabdır. 29-cu testə baxıram. Have you tall buildings spoil the view of the city? Baxın, mənim spoiled və mənim tamamlığım budur. Təkdədirmi? Bəli, təkdədir. Hansı zamandadır? Have'dir. Present perfect zamanda. Deməli, has-dən qaytaracam.
Has həm də been olmalıdır. Have-i silirəm, had-i silirəm. Bu has'in bini yoxdur, silirəm. Bu have-i silirəm. Baxın, çox rahatlıqla A variantı düzgün cavabı olaraq əlimə verildi. 30-cu testlə davam eləyirəm. Who invented this communication system? Baxın, bu kommunikasiya sistemi kim tərəfindən ixtira olundu? Tamamlığım var? Bəli, var. Hansı zamandadır? Keçmiş zamanda. Nə axtarıram? Was axtarıram. Baxın, burada was əvvələ gəlməliydi, ona görə silirəm. Izi silirəm. Burada təkdədir, niyə were verirəm, silirəm. Burada has'in nə işi var, silirəm. B variantı düzgün cavabımdır. 31-ci testə baxıram. Who has planted these flowers? Cəmdədirmi? Cəmdədir. Hansı? Present perfect zamanında. Have these flowers been axtaracam. Have these flowers been. İndi bu güllər, bu baxıram ki, əgər sual olsaydı elə axtarardım. Amma baxın, burada sual verib mənə təsdiq istəyir. Onda these flowers have been olacaq. Burada has'in nə işi var? Getdi. Burada been'in yoxdur, getdi. Burada my mother'ın nə işi var? Çünki mən burada these flowers'dır mənim tamamlığım, o gəlməlidir. Ona görə sildim. A variantı düzgün cavabımdır. Baxın, burada da yenə sual veribdi. İndi mənə cavab istəyir. Baxıram, tamamlığımı axtaracam. Country import, baxıram ki, from Japan, Yaponiyadan. Nə? Baxıram ki, mənim tamamlığım yoxdur. Deməli, aha, mən bunu nə ilə əvəzləyəcəm? What'la da əvəzləyib, cansızdır. Yaxşı. Your country varsa əvvəldə gələn, baxın, our country əvvəldə gəlibdir, olmaz, getdim. Bir də zamana baxıram. Hansı zamandadır? Present simple. Have-in burada nə işi var? Getdi. Burada davam edici bir şey var ki, buna baxın, being verib arada. Ona görə getdim. Burada were'in nə işi var? Baxın, a lot of cars are imported from Japan. Y variantı düzgün cavabımızdır. 33-cü testə baxırıq. Who won the World Cup? Kimdir? Dünya kupasını qazandı. Tamamlığım burada. Hansı zamanda? Keçmiş zamanda. Has'in nə işi var? Getdi. Is'in nə işi var? Getdi. Has'in nə işi var? Getdi. Won burada köməkçi feili yoxdur, getdi. B variantı düzgün cavabımdır. 34-dən davam edirik. Will punish. Baxıram ki, nədir? Will, baxın, burada yes və yaxud da ki, no deməyinə görə cümləmiz dəyişəcək. Gəlin, indi ona baxaq. Ümumiyyətlə, will'in yanında mütləq nə olmalıdır? Bis olmalıdır. Tamamlığım nədir? The protester. Z'di. Bura baxın, Z veribdir. Z veribdir. Olmaz. Burada were'in nə işi var? Baxın, burada zamanın bildi. Burada arın nə işi var? Zamanın bildi. C variantı düzgün cavabımdır. Did the secretary send the letters? Tamamlığım send the letters. The letters. Hansı zamanda? Keçmiş zamanda. Gəlin, birinci bunları silim. Letters cəmdədir. Və bu arı birinci silirəm. Were-lə bir olmaz, ona görə silirəm. The secretary mənim mübtədamdır da. Burada niyə işlənməlidir? Baxın, bunları da silirəm. Və bir dənə əlimdə D variantı düzgün cavab olaraq qaldı.